Dünən Tural Sadıqlının bir videosu qabağıma çıxıb. Görürəm Erdoğanın müraciətlə nəsə video çəkib. Videoya baxdım və videonun altındakı rəylərə çox vaxt baxıram ki, rəylər az-çox göstərir ki, bizim cəmiyyət artıq qabağına qoyulan hər şeyi yemir. Yəni artıq az-çox ayılan var və orada bir rəy o qədər mənim xoşuma gəldi ki, bu videonun çəkilməyinə gətirib çıxartdı. Hansı ki, ikisi bir boyda gəzən gözəllər cümləsi ilə bitir. Həqiqətən də ikisi də bir boydadır, uzundular. Hətta Türkiyədə Erdoğanın adını çəkməkdən qorxanlar ona uzun adı ilə müraciət edirlər. Bizimkinə arada mən burun da deyirəm. Bəli, bu iki nəfər ikisi bir boyda gəzirlər, kef eləyirlər. Qarabağı da geninə, boluna hər iki ölkənin şirkətləri işlədir və nəticədə nə görürük? Hər iki ölkə bərbad gündədir. Bunun da günahı əlbəttə bu diktatorları yaradan zehniyyətdədir. Zehniyyət dəyişdikcə hər şey dəyişəcək. İkisi bir boyda gezen güzeller, toydan ağarda gezen güzeller. İkisi bir boyda gezen güzeller,